Herkese salam. Bugün sizinle Master Alfa Tədris Mərkəzinin kitabı olan İnformatika kitabından kompüter qrafikasının əsasları mövzusuna nəzər yetirəcəyik. Başlayaq. Ekran təsvirinin əsas elementi nədir? Piksellərdir. Orijinal təsvirin ayırt etməsi nə ilə təyin olunur? Ümumiyyətcə, orijinal təsvirin ayırt etməsi bir düzlüyündə yerləşən nöqtələrin sayı ilə, yəni DPI ilə ölçülür. Yəni dot per inch deməkdir. Yəni bir düymə düşən nöqtələrin sayı ilə yerləşən, düşən eyni şeydir. Xətlər deyil ümumiyyətcə. Xətlər vektor qrafikasındadır. Piksel 1 sm ola bilməz. Bir düymdə yerləşən piksellərin sayı ilə yox, bir düymə düşən nöqtələrin sayı ilə ölçülür. Bax, burada per nöqtə deməkdir. İnçdə orada belə bir inç. Budur göstəricisi inçin. Kompüter qrafikasının tətbiq sahələrinə aid deyil. Belə deyək də, informasiyanın əks olunması aiddir. Proqramlaşdırma aid deyil. Yəni, kompüter qrafikasına proqramlaşdırma necədir? Qrafika deyirik. Adı üstündə qrafika. Layihələndirmə mövcuddur. Modelləşdirmə mövcuddur. Qrafik istifadəsi interfeysi. Bir də nə var idi? VR var idi. Yəni, virtual reallıq var idi. Təsvirin formalaşması üsulundan asılı olaraq kompüter qrafikasının növünə aid olmayanı deyin. Kompüter qrafikası nə idi? Raster idi, vektor idi, fraktal idi, bir də üç ölçü idi. Təbii deyə bir şey yoxdur, yəni belə bir kompüter qrafikası adı yoxdur. Hansı qrafika növündə təsvirlərin yaradılması üçün piksellərdən istifadə olunur? Raster qrafikada piksellərdən istifadə olunur, vektor qrafikada xətlərdən istifadə olunur, xətlərdən, rasterda piksel olacaq. Keçək növbəti suala. Deyir ki, raster qrafikasının əsas çatışmayan cəhəti hansıdır? Bir deyək, qrafik təsvir istifadəsi zamanı verilən həcmdə böyük olmaması. Yox, bu bizə lazım deyil. Ekranda hər bir nöqtənin kodlaşdırılması mümkün olmaması. Yox, təsvir hər bir kodlaşdırıla bilir. Təsvirin ölçülərinin böyüdülməsi zamanı keyfiyyətin kəskin şəkildə aşağı düşməsi. Elə düzgün cavab budur. Bu sərt pikselləşmə adlanır. Pikselləşmə. Yəni, ümumiyyətcə, raster qrafikasında şəkillər pikselləşir, yəni böyütdükcə ekranda təsvirlər pikselləşmə baş verir. Bir düym nəyə bərabərdir? 2,54 cm bərabərdir. Hansı qrafikada tələb edilən yaddaş xəttin ölçüsündən asılı olmur? Bu vektor qrafikasıdır. Hansı qrafikada tələb edilən xəttin ölçüsündən asılıdır? Bu raster qrafikasıdır. Yəni, bunlar əzbər şeylərdir, yadda saxlamaq lazımdır. Vektor qrafikasında bayaq da qeyd elədim, obyektlər xətlərdən təşkil olunur. Printerin aid etməsi nə ilə ölçülür? Bir düymə düşən tor xətlərin line per inch ilə ölçülür. Bir düymə düşən tor xətlərlə line xətti. Kompüter qrafikasında ağ-qara kodlaşdırmaq minimum neçə bit? Monoxrom təsvirdir bu. Monoxrom təsvirdir. Bəzən ağ-qara görürsünüz, bəzən monoxrom. Burada bir rəngin kodu 1 bitdir, 2 üstündə 1, rəng sayıları isə 2-dir, bir rəngin kodu isə 1 bit olacaq. Raster qrafika redaktor deyil, bu CAD texnologiyalardır. Bu rasterdir, bu rasterdir, bu da rasterdir, bu da rasterdir. Paint, foto sözləri olanlar. Raster qrafikasına aid fayl tipini seçin. Elə düzgün cavab C variantı. Bu vektora aiddir. Bu Pascal proqramlaşdırma dilinin genişlənməsidir. Bu Adobe Illustratorun genişlənməsidir. Yəni, vektor qrafikasıdır. Bu da səs faylının genişlənməsidir. Keçək növbəti suala. Raster qrafik redaktorların əks etdirildiyi səthi göstərin. Raster deyir, bax, diqqətli olun. Raster. Adobe Illustrator vektordur. Sonra, AutoCAD avtomatlaşdırma sistemləridir. Adobe, bu ikisi düzdür. Adobe Freehand, bu şeydir, nədir onun adı? Yadımdan çıxdı. Vektordur. Photodrive, Imaging, AutoCAD, CAD sistemləridir. Photoshop, Adobe Photopaint, Corel Paint, düzgün cavab Y variantı. Vektor redaktorun vektor redaktor deyir. Baxın, Photoshop rasterdir, getdi. Adobe bu düzgün. Paint getdi, rasterdir. Photoshop rasterdir. Bunlar ikisi düzdür. Rasterdir. Imaging rasterdir. Düzgün cavab B variantı. RGB rəng modelində əsas rənglər hansılardır? Ümumiyyətlə, R reddir, G greendir, B bluedur.
Bunların da tərcüməsi qırmızı, yaşıl, göy. Qırmızı, yaşıl, göy C variantı. Windows 10 əməliyyat sistemində ən sadə qrafik redaktor demək istəyir. Yəqin ki, A variantı Paint. Raster tipli redaktor deyil, CorelDRAW vektordur. CorelDRAW proqramında yaradılmış faylın formatı hansıdır? Təbii ki, bu C variantı. Bunların hər biri vektordur. Microsoft şirkətinin məxsus olan proqram təbii ki, Paintdir. Raster qrafikası minimal obyekt nöqtədir. Qrafik fayl tipinə aid olanları seçin. BMP'dir, bu Excel'dir, bu Word'dur, düzdürmü? Bu arxivdir, arxiv. Deməli, 1, 2, 6, düzgün cavab Y variantı. Raster redaktor deyil. Deyil, CorelDRAW vektorda, qalan hamısı rasterdir. Hansı proqramın məxsus fayl formatıdır? CorelDRAW. PCID formatı fayl hansı proqramın məxsusdur? Təbii ki, bu da Photoshop-a aiddir. Skanləşdirilmiş şəkil adətən hansı formada yadda saxlanılır? Yəni, hansı formata? TIFF. Qrafik fayl formatına aid olmayan, burada bu səs faylıdır, ona görə düzgün cavab C variantı. Üç ölçülü təsvirlərin yaradılması üçün istifadə olunan proqram hansıdır? Maya. Vektor qrafik redaktorlarına aiddir. Vektor. Adobe Freehand. Bu CAD texnologiyadır, bu rasterdir. Rasterdir 3D ölçülü proqramdır. Raster qrafik deyir. Raster. Bu arxiv, üzr istəyirəm, sözün adı yadımdan çıxdı. Ehtiyat nüsxə. Bu ehtiyat nüsxə faylıdır. Ona görə A getdi. Bu arxiv faylıdır, ona görə bu getdi. Sonra bu düzgün cavabdır. Burada Pascal dilinin faylıdır, ona görə bu getdi. Bu da CorelDRAW, yəni vektorundur. Bu da Adobe Illustrator, yəni vektorundur. Ona görə düzgün cavab C variantı. Qrafik redaktorda təsvir nə ilə ölçülür? Təbii ki, burada heç biri ola bilməz. Fikir verin, punkt. Bu punkt Word-dədir. Bax, Word-dədir. Keçəcəksiniz gələcək dərslərdə. Bot, daha doğrusu printer sürət ölçülməsi üçündür. Printerdə istifadə olunur. Bu da ola bilməz. Bit böl saniyə. Təbii ki, bu sürətdir. Xətt sayı, ümumiyyətlə bu ölçülə bilməz. Xətt sayı ilə DPI. Dot per inch. Bir düymə düşən piksel sayı. Sonra 1 piksel 7 bitlə kodlaşdırılan şəkil neçə rəngdən ibarətdir? Ümumiyyətlə, rəng çalarları bərabərdir. 2 üstündə dərinliyə. 7 bit bir rəngin dərinliyi olduğu üçün 2 üstünə 7 bərabərdir 128. Deməli, 7 bitlə kodlaşdırılan paletrada 128 rəng var. Keyfiyyəti itirmədən hansı təsvirlərin miqyasını dəyişdirmək olar? Təbii ki, vektor, rasterlar keyfiyyəti itirir. 16 rəngli qrafik təsvir nöqtədən bu piksellərdən ibarət olsa, yaddaşda necə kilobayt yer tutar? Bizim düsturumuz V bərabərdir piksel vurulsun, dərinlikdir. Pikselin yerində eni və uzunluğu dayanır. 256 vurulsun 200. 16 rəngli qrafik təsvirdirsə, bir rəngin kodu 4 bitdir. Bizdə kilobaytla istəyir deyə bitlə kilobayt arasında 1024 vurulsun 8 dəfə fərq var. Bununla bu gedər, bura düşər 4. Bununla bu gedər, bura düşər heç nə 1. Bununla da bu gedər, bura düşər 25. Düzgün cavab C variantı. Deyir ki, bu təsvirdə yaddaşda 1 megabayt yer tutur. Neçə bitdən istifadə olunmuşdur bir rəngi. İndi dərinliyi tapmaq lazımdır. V bölünsün piksel eləmək lazımdır. Bizdə həcm nə qədərdir? 1 megabaytdır. Bunu megabitə, daha doğrusu bitə çevirək. O da eləyir 2 üstündə 13. Bu da 10, 2 üstü 10, 2 üstü 10, 1024-dür, yəni 2 üstü 10. Bunlar ixtisar gedər, qalar 8 bit. Deməli, bizim dərinliyimiz 8 bit imiş. Bəs çalarımız nə qədərmiş? Çalarımız da 64. Yəni, bu palitrada 64 dənə rəng çaları 64-dür. Miqdarı nə qədərdir? Həcmi tapmaq lazımdır. V bərabərdir 40 vurulsun 40 vurulsun 1 bit. A-qara təsvirdə bir rəngin kodu 1 bitdir. Bu da deyir 1600 bit. Deyir ki, nə qədər yaddaşda kilobayt yer tutar? A-qara təsvirdə 1 bitdir. 64 vurulsun 256-nı böləsən 1024 vurulsun 8-ə. Bununla bu gedər, bura düşər 4. Bununla da bura gedər, bura düşər 2. Düzgün cavab B variantı. Maksimal sayını, müxtəlif rənglərin maksimal sayını tapın. Bizdə düstur V bərabərdir. Bir dəqiqə.
Bizə V bərabərdir piksel vurulsun dərinlikdir. Çalar burada yoxdur. Çalarla dərinliyin arasında əlaqə var. Biz dərinliyi tapıb sonra gətirib burada yerinə qoymalıyıq. V bərabərdir D bərabərdir V bölünsün piksel. V nə qədərdir? V 64. Bizdə çalar bitlə çaların vahidi bit olduğu üçün biz bunu bitə çevirək. 64 vurulsun 1024 vurulsun 8 bit bölünsün nə? 512 vurulsun 256. Bununla bu gedər, bura düşər 2. Bu deməli bu 3 üstünə 8-dir. 3 üstü 6, 3 üstü 1, 3 üstü 7, 3 üstü 7-nin də üstünə 2 üstü 3 gəldi, 2 üstü 10 eləyir. Yəni 1024 bölünsün 256. Bu da eləyir 4 bit. Düzdürmü? 4 bit. Aha, 4 bit. Bizdən nə istəyir? Çaları istəyir. 4 bit isə bu da 2 üstünə 4, yəni 16. Düzgün cavab Y variantı olmuş olacaq. Keçək növbəti suala. Nə istəyir? Neçə kilobayt? Yaddaşda yenə V bərabərdir 1024 vurulsun 512. 256 sayda rəng çaları varsa, deməli bir simvol 8 bitdir. Yəni daha doğrusu bir rəngin kodu 8 bitdir. Kilobaytla ifadə eləməyimizi istəyir deyə 1024 vurulsun 8-ə bölməliyəm. Bu da eləyir 512 kilobayt. Düzgün cavab D variantı. Monitorun ölçüləri belə olarsa, həcmi bu qədərsə, ən çox neçə sayda, yəni çalar istəyir. Birinci dərinliyi tapırsınız. Dərinliyi tapanda həcm bölünsün. Bunu təbii ki, biz bitlə ifadə eləyək ki, bizim vahidimiz nə lazımdır? Bit. 128. Bununla bu ixtisar gedər, bura düşər 4. 32, 32. 1024-ü də 128-ə böləndə nə qədər eləyir? 8 bit qalır. 8 bit. Çünki 2 üstü 10-dur, 2 üstü 7-dir. İxtisarlar getsə 2 üstü 3, yəni 8 bit qalacaq. Çalar da 2 üstü D-yə bərabərdirsə 2 üstü 8, yəni 256 rəngdən ibarətdir. 256 rəngli qrafik təsvir yaddaşda saxlamaq üçün neçə bayt yer tutar? Elə 100 baytdır. 10 vurulsun 10, vurulsun 8 bit. Baytla ifadə elədik. 8-ə bölürsən eləyir 100 bayt. Düzgün cavab A variantı. 16 ölçülü ağ-qara rəngli rasterlı qrafik təsvir nə qədər yaddaşda yer tutar? Təbii ki, 256 bit. Yenə V bərabərdir piksel vurulsun dərinliyə. Ağ-qara təsvir 1 bitdir. Bu da bərabərdir 16 vurulsun 1 bit. O da 16-nın kvadratı 256 eləyir. Deyir, ağ-qara rəngli rasterlı qrafik təsviri yaddaşda 2 kilobayt yer tutur. Piksellərin sayını müəyyən edin. Heç nə, piksel bərabərdir 2 kilobayt bölünsün 1 bit. Hər tərəfi bitə çevirim. 2 vurulsun 2 üstündə 13 bölünsün 1. Bu da 2 üstündə 14. Bunların, bax fikir verin, bu 768, 256 vur 3'dür. Sonra 384, 3 vurulsun 128'dir. Mənim nə B cavabım düzdür, nə də C cavabım. Heç bir halda düz ola bilməz. Çünki mənim burada ümumiyyətlə 3 yoxdur da. 3-ün misilləri kimidir. Yəni 3 misli var burada. 3 hasil, 3'ə vurma var, belə deyək. Mən burada qüvvətə gətirim, görüm hansı 214-dür, hansı 214-dürsə düzgün cavab odur. Məsələn, bu 2 üstü 8 vurulsun 2 üstünün 9-dur. Bu eləyir 2 üstü 17. Ona görə bu səhvdir. Bu 2 üstü 6, 2 üstü 8-dir. Düzgün cavab budur. Çünki 2 üstü 6, 2 üstü 8-in cəmi 2 üstü 14 eləyir. RGB rəng sistemində ağ rəngin kodu. Ağ rəngin kodu hamısı FF-dir. RGB qara rəngin kodu hamısı 00-dır. Rəng sistemində qırmızı rəngin kodu. Biz qırmızını tapmaq istəyiriksə, bu RGB-yə aiddir. Hansını axtarırıqsa ona FF yazırıq, digərlərinə 00 yazırıq. Birinci FF qalan 00 olan B. Yaşıl rəng budur. FF ortada olacaq, qalanları 0 olacaq A. Animasiya tipli fayl GIF-dir. Qrafik planşı hansı qrafik ölçüsünün istifadə olunur? Vektor qrafikası. İnsan gözü 2048 müxtəlif rəngi fərqləndirə bilər, ən az neçə bitlər. Çalar bərabərdir 2 üstü dərinlikdir. Bu da 2 üstü 11-dir, yəni 11 bit. 2048 2 üstü 11 deməkdir. Ağ-qara kvadrat təsvir yaddaşda 32 bayt yer tutur. Təsvirin tərəfinin uzunluğu nədən ibarətdir? V bərabərdir piksel vurulsun dərinlikdir. Bizdən piksel istəyir. Piksel bərabərdir 32 vurulsun 8 bölünsün 1. Bu nə eləyir? Bu eləyir 32-ni 8-ə vurur. 2 üstü 5, 2 üstü 3. 2 üstü 8, yəni 128 eləyir. Düzdürmü?
128. Aha, bir dəqiqə. 32, 8. Təsvirin uzunluğu neçə nöqtədən ibarətdir? Hə, təsvirin uzunluğu A-dır, B-dir. Yəni biz bunu 4 tərəfə bölmək lazımdır. Bu da 128-i böl 4-ə ki, sən 4 tərəfə böləsən də bunu. Fikrimi izah edə bilirəmmi? 4 tərəfə də bölsəm 16 olsa 4 nöqtədən ibarətdir də. 16, 32. Bu da 16, daha doğrusu 2 üstündə 4, 2 üstündə 8. Burada da 3 üstündə 8. Bir dəqiqə, nəysə səhv etdim. 1 minutuçkulu. Deməli, bizdən nə istəyir? Pikselləri istəyir, düzdürmü? Pikselləri. Arqara kvadrat təsvir yaddaşda 32 bayt yer tutur. Təsvirin uzunluğu neçə nöqtədən ibarətdir? Təsvirin uzunluğu belə baxanda 4 nöqtədən ibarətdir. Bizdə 32 baytdırsa, 32 vurulsun 8 olacaq. 8 bit. Bu nədir? 2 üstündə 5 vurulsun 3 üstündə 3. O deyir 2 üstündə 8. Mən niyə 2 üstü 7 yazmışdım bayaq? Ayda 128 yazmışam. Məni çaşıb. Hə, 256-nı da bölürsən 4-ə. Çünki kvadrat təsvirdir. Kvadrat təsvirin 4 tərəfi var. A-dır, B-dir, A-dır, B-dir. 4 tərəfə bölmək lazımdır. Bu da eləyir nə? 208-i 202-yə böləndə 64 eləyir. Hər tərəfi 16 kimi fikrimi izah edə bilirəmmi? Ona görə düzgün cavab 16. Bir dəqiqə rəngi dəyişək. Keçirik. Yenə eyni qaydada yaddaşda nə qədər yer tutar? SMK 4 baytdır. Vurulsun 128, vurulsun 128. Nə qədər, nə ilə ifadə edir? Gəlin kilobaytla ifadə edin. Megabaytı çatmayacaq bu. 1024-ə bölək. Bununla bu ixtisar getsə bura düşər 8. Bununla bu ixtisar getsə bura düşər 2. Bununla bu ixtisar getsə bura düşər 64. Deməli, bu 64 kilobayt imiş. Həcmi 12 megabayt olan video informasiya kadr düsturumuz nə idi? V bərabərdir, piksel, vurulsun dərinlik, vurulsun kadr, vurulsun saniyə, düzdürmü? Vurulsun saniyə, yəni zaman. Deməli, bizdən nə istəyir? Hansı rejimdə? Ekranın hansı rejimdə ola biləcəyini, yəni piksel istəyir. Gəlirəm, mən pikseli tapıram. Pikseli tapdım, düzdürmü? Pikseli tapandan sonra V bölünsün, yəni 12 megabayt, 12 vurulsun, 1024 vurulsun, 1024 vurulsun 8-i bölürsən 8 kadr, 16 saniyə, 16 rəng salardı 4 bitə. Çox gözəl. Bu 8 ilə 8 getdi. Bu 16 ilə 4-ün hasili 2 üstü 4, 2 üstü 2 nə qədər eləyir? 64. 64 ilə bu getsə nə qədər qalacaq? 2 üstü 10-dan 2 üstü 6 getsə bura düşür 2 üstündə 4. Düzdürmü? Yəni ki 16. Bu eləyir 16 vurulsun 1024. Baxıram. Ümumiyyətlə məndə 3 bir dəqiqə burada 12 də var. Vurulsun 12. 12. Mən bunu nə edərəm? Buradan 2-ni bura verərəm. Məsəl üçün, daha doğrusu 4-ü bura verərəm də. 3 vurulsun 64 vurulsun 1024-dür. 3-ü də 64-ə oranda eləyir 4 dəfə 3-ün 12, 192. 192 1024-də yoxdur. Onda baxın burada 384-ün 512-yə var. Bir dənə 2-yi buna versəm 3 vurulsun 128 vurulsun 512 olsa bu 384 deyil, bu da 512. Ona görə də düzgün cavab Y variantı. Bunu verib yoxlamaq lazımdır. Başdan A və D, C gedirdi. Çünki bunun heç birində, məsələn bu 256 vurulsun üstü. Bu 3 vurulsun 1024'dür. Bunların heç birinin içində 3 olmadığı üçün bu 3 cavaba baxacaqdım. Sonra nə deyir? Neçə rəng saların? Saları istəyirsə dərinliyi tapaq. Ümumi həcm bölünsün, piksel vurulsun, kadr vurulsun saniyədir. Düzdürmü? 12 vurulsun 1024, vurulsun 1024, vurulsun 8. Təbii ki bu bitdi. Bölünsün 512, vurulsun 256, vurulsun 8, vurulsun 16. Bununla bu ixtisar gedər, bura düşər 4. Bununla bu ixtisar gedər, bura düşür 2. Bu 8-dən bu 8 gedər. Bu 16-dan bu gedər, bura düşər 2. Bununla da bu gedər, bu da olar
6 bit. Bizdən rəng salarini istəyir. Salar bərabərdir 2 üstündə dərinlik. Bu da bərabərdir 2 üstündə 6. Yəni 64 olmuş olacaq. SMYK rəng modelində sarı rəng. Sarı rəng yəni yellow rəngini istəyir. Bizdə yellow rənginin kodu elə bu 1-dir. Bizə 1 lazımdır. Sonra qırmızı plus yaşıl. Gəlin yoxlayaq. Qırmızı rəngin kodu FF0000-dır. Yaşıl rəngin kodu nədir? Yaşıl rəngin kodu greendir. 00FF00. Bu toplayanda FF və 00 etmiş olur. Bu həqiqətən də bizə uyğundur. 1 də uyğundur, 2 də uyğundur. Gəlin, məsələn, digər variantlarda yoxlayaq. Heç bu uyğun deyil bizə. Ağdan göyü çıxaq. Ağın nə idi kodu? FF, düzdürmü? FF. Deməli, çıxırsan nə? Göyü. Göy nədir? 0000FF. Burada çıxırsan FF 00 olmuş olur. Bu da uyğundur bizə, çünki bizim kodumuzdur. Gəlin göylə yaşıl toplayanda baxaq. Göylə yaşıl. Burada yazaq elə. Göyün kodu 0000FF-dir. Yaşılın kodu da 00FF00. Baxın, bu siyan rəngidir. Ona görə 5 olmaz. 1, 2, 3. Düzgün cavab budur. Paint proqramı vasitəsilə hansı əməliyyatlar icra oluna bilməz? Yadda saxlayırsınız ki, mövcud şəkillər üzərində dəyişikliklər aparıla bilməz. Bax, bunu yadda saxlayın. Yox, OLED texnologiyasından istifadə olmaz. Mövcud şəkillər üzərində dəyişikliklər aparmaq, etmək mümkündür. Təsvir işləməsi fonlar, bu da mümkündür. Yaradılmış təsvir animasiya effektləri vermək, bu mümkün deyil. Yox. Hədə bu mümkün deyil. Mənim cavabıma uyğundur. 2, 3 hələ ki. Təsvir çapa göndərmək mümkündür. Mənə ola bilməz deyir. 2 ilə 3 ola bilməz təbii ki. Səhvləri çıxardırdım. Bu testləri oxuyanda diqqətli olmaq lazımdır. Birdən adam çaşır, ola bilər teması qarışdırır. 3 ölçü qrafik ilə Mayadır, ZBrush'dır, bir də Blender'dir. 2, 3, 5'dir. Proqramları əzbər bilmək lazımdır. Bilmək olmaz hardan vura bilərlər bizi. Doğru mülahizələri seçin. Ümumiyyətlə deməyib nə haqqında doğru mülahizəni seç. Təsvirin detallarına baxmaq üçün onların bölməsi mümkünsüzlük vektor təsvirinə çatışmazlıqdır. Mümkünsüzlük deyil. Vektor qrafikasında əksinə təsvirləri böyütmək daha yaxşı olur. İnternet şəbəkəsinin əsasən raster təsvirləri, bu düzdür. Raster qrafikada xətt nə qədər uzun olarsa, yaddaşda bir o qədər yer tutur. Bu da düzdür. İnternet şəbəkəsində əsasən vektor xeyr, rasterdir. Archicad elektron qurulların avtomatlaşmış layihələndirməsi həyata keçirilən yeganə proqram xeyr, AutoCAD var, başqası oran, çoxdur da, yəni yeganə Archicad deyil. Düzgün cavab 2, 3. Yeganə, yəni proqram olaraq orada istifadə olunur. Lakin belə deyək də, sadəcə o deyil, başqa proqramlar da var. OrCAD, Archicad, AutoCAD çoxdur. Deyir ki, bir rəngin kodlaşması neçə bitdən? Yəni dərinlik bərabərdir V bölünsün piksel istəyir. V nə qədərdir? 256 vurulsun 1024 vurulsun 8 bitə çevirirəm. 512 vurulsun 256-ya bölürəm. Bununla bu gedər, bura düşər, üzr istəyirəm. Bura düşər 2, bununla bu gedər. Burada olar 16 bit. Düzgün cavab 16 bit olmuş olacaq. Burada da yenə neçə bitdən istifadə olunur. Yenə 2048 vurulsun 1024 vurulsun 8 bölünsün 512 vurulsun 1024. Bununla bu gedir. Bununla bu gedir. Bura düşür 4. 8 ilə də 4-ün hasili 32 bit etmiş olur. Sonra nə istəyir bizdən? Piksel neçə bit olduğunu, hər bir pikselin, yəni dərinliyi istəyir. Dərinlik bərabərdir 6 vurulsun 1024 vurulsun 1024 vurulsun 8 bölünsün 256 vurulsun 128 vurulsun 8 vurulsun 16. 8 ilə 8 başdan getdi. Bu 1024 ilə bu getsə bura 4 düşər. Bu ilə bu getsə, mən bu 3 üstü 10-dur, bu 3 üstü 7-dir. 2 üstü yəni 8 qalmış olar. Bu ilə bu getsə bura düşər 2, bu ilə bu getsə bura düşər 2, 6 ilə də 12 edir 12 bit. Çalarını da istəsək 4096 olmuş olacaqdır. Sonra nədir? Ekranın 1024-256 rejimində 32 saniyəlik 32 zəng çalarlı 60 MB həcmə malik olan video faylının 1 saniyə ərzində neçə kadr? Kadr bərabərdir 60 vurulsun 1024
vurulsun 1024, vurulsun 8 bit, bölünsün 32 rəng sayıları dediyi üçün 5 bit, 5 bit olacaq. 5 bit, burada təbii ki bitdi. Vurulsun 1 saniyə, vurulsun 32, düzdürmü? Çox gözəl. Çox gözəl. Bir dəqiqə baxım hər şeyi yazdımmı? Və 1024 vurulsun 256. Deməli 1024 ilə 1024 gedər. Bu ilə bu gedər. Bura düşər 4. Bu 4 8 ilə bu 32 gedər. 60 ilə 5 gedər. Eləyər 12 kadr. Deməli düzgün cavab 12 kadr olmuş olacaq. Sonra neçə megabayt deyir? V təbii ki 16 48 megabayt eləyəcək. 1024 vurulsun 1024. Dərinlik, RGB nədir? 3 baytdır. 3 baytı yazırsan. Bu əslində bilirsiniz nə deməkdir? 1024 ölçüsündə olan 16 ədəd RGB təsviri yaddaşda nə qədər? Neçə megabayt yer tutar? Yəni 16 RGB təsvir. Yəni eyni şeydir. Prosta biraz qapalı yazıb görüm, uşaq necə biləcək? Uşaq deyəndə şagird, tələbə necə bilir? Bunu da çevirsən megabayta, 1024 baytla megabayt arasında 220 dəfə fərq var. Bununla da bu ixtisar gedəcək, olacaq 48 bayt. Düzgün cavab 48. Bu belə. Ümid edirəm ki, bu video hər kəsə xeyirli, uğurlu, düşərli olsun. Nəsə bir sualınız, vermək istədiyiniz bir sual varsa, həm WhatsApp-da yaza bilərsiniz, həm də şərh bölməsinə qeyd edə bilərsiniz. Sağ olun, imtahanda da sizlərə uğurlar.